3 il idi ki, əl dəyilməmiş bu parnik ilk gəldiyimizdə necə görünürdü sizə maraqlıdırsa, bu postdan öncə paylaşmışam, baxa bilərsiniz. İndi isə öz səhvimizə görə parnikin içini başdan düzəltməli olduq. Çünki toxumları səpəndə çox az vaxtımız var idi və heç kimdən soruşmamışdıq. Və nəticədə bütün toxumları əli bol bir şəkildə gəlişi gözəl səpmişik. Düzdür, hərəsinin yerini ayırmışdıq, amma o qədər çox olub ki, heç biri tam yetişə bilməyib. Videoya baxan hamının ürəyi ağrıdı yəqin. Buradan nə gözəl yer kökü, turp çıxarmaq olardı deyə. Amma sizə deyim, Qarabağın torpağının gözəlliyindəndir yəqin ki, o balaca yer kökləri belə elə dadlı idi ki, hətta bişirdiyim yeməyə də qatdım. Yığdığım çoban yastığı güllərini isə qurudacam. Ondan nə üçün istifadə etmək olar yazarsınız mənə. 3 gün parnikin üzərində işlədim, amma gördüm artıq gücüm çatmır. Sənandan dəstək istədim. Gələn kimi tez bazar həll elədik. Bilmirəm kömək eləməsə halım necə olardı. Qarabağdan hamınıza salamlar. Maraqlı kənd videoları üçün bizi izləməyi, videoları bəyənməyi unutmayın.